Salam dəyərli şagirdlər. Bugün dəyər nəşrlərinin sınaq imtahanı keçirilmişdi. Hal-hazırda 5-ci sinif Azərbaycan dili suallarını sürətli bir şəkildə izah edəcəm. Video keçməmişdən öncə sizdən bir kiçik xahişim olacaq. Kanala abunə olub videonu bəyənsəz mənə dəstək olmuş olarsınız. Variantlar üzərindən birbaşa sualları tez bir sürətli şəkildə yoxlayım ki, şagirdlərimiz belə deyim, yəni rahat yoxlasınlar. Amma hansısa sualın ətraflı izahını istəsəz, videonun şərh bölməsinə yazarsınız. Orada mən sizə suallarınızı cavablandıraram. Başlayaq. Rahib şagird mətnində birinci sualda deyir ki, rahibin dərs zamanı mütəmadi olaraq yatmasının səbəbi o idi ki, o çox yemək yemişdi və tənbəl idi. Yəni yemək yeməyi və tənbəlliyi xoşlayırdı. Yəni o tənbəl idi. Ona görə çox yatırdı. 1-də A. 2-də Linin cavabı nəyi ifşa etdi? Rahibin yalan danışdığını və əslində Budda ilə görüşmədiyini. 2-də C. 1A, 2C. 3-də mətnin əsas ideyası burada nədir? Bax, diqqətlə baxaq. Deməli, müəllim hər zaman şagirdlərini yox, 3-də A deyil, bir dənə B-yə baxaq. Yalanın ömrü az olar və insan öz yalanı ilə vurula bilər. Yəni, yalan danışmışdı, axırda öz yalanı üzə çıxdı. 3-də B. 4-də Li nə üçün dərs zamanı yuxuya getmişdi? Çünki gecə boyu atasına qulluq etmişdi. 4-də D. 5-də məcazili yoxdur deyir. Etmək, eləmək, olmaq adətən həqiqi məna yaratdığına görə, yəni məcazili olmadığına görə 5-də A-nı götürə bilərik. 6-da plan bəndlərinin ardıcıllığını müəyyən etsək, birinci gələr rahibin tənbəlliyi və uydurduğu müqəddəs bəhanə. Sonra isə Linin gözlənilməz yuxusu və ən sonda da onun nüfuzu, saxta nüfuzu zədələnir. 3, 1, 2. 7-də hansı cümlədə say cəm şəkilçisi qəbul etmişdi? B-də 5-cilər sıra sayı cəm şəkilçisi qəbul etmişdi. 7-də B. 8-də C-yə diqqət eləyək. Feili sifət deyil, güləyən. Güləyəndə əyən sifət düzəldir. Feili sifət yox, sifətin şəkilçisidir. 7-də 7 deyirəm daha doğrusu. 8-də biz C-ni götürdük. 9-da diqqət eləyək. Armud sözündəki sahitlərin hər ikisinə aiddir. A-la O, A-I-O-U qalın sahitlərdir. 9B. 10-da hansı cümlədə fərqləndirilmiş söz toplu isim deyil? Diqqət eləsək, meşə və salxım sözləri toplu götürülmədiyinə görə 10-da C-dir. 11-də çoxaltma dərəcəsində olan sifət işlənmişdi. Tünc sarı. Burada çoxaltma dərəcəsində 11D. 12-də D variantını götürə bilərik yüzlərlə. Yəni burada yazılışında səhv var. Sayın yazılışındakı səhvi soruşur. Sonra gələk 13-ə. 13-də modal söz işlənmişdir. Görünür. Görünür burada modal söz vergi ilə işlənmişdir. Güman şübhə bildirir. 13A. 14-də bir-birlə münasibətdə sinonim deyil. Baxmaq və görmək tam olaraq eyni mənanı vermir. Yəni baxmaq, nəyəsə baxıram fiziki, həyatın gözəlliyindən dərk etmək üçün sadəcə ətrafa baxmaq kifayət deyil. Yəni fiziki olaraq baxmaq. Görmək isə yəni bir növ daxilinə nüfuz etmək mənasını verir. Yəni biraz daha geniş kontekstdə götürmək olar. 14-də A. 15-də hansı söz həm mənsubiyyət, həm də xəbərli şəkilçisi qəbul etmişdi? Burada diqqət eləsək, B-də dayağım, mənim dayağım mənsubiyyət, dayağımsınız şəxs onluğu. 15-də B. 16-da boyaqotu sözündə hansısa amit səs işlənməmişdir. Q-dan sonra sait gördüyünə görə Q, Q-ya çevriləcək. Ona görə 16-da C. Q səsi yoxdur. 17-də qeyri-müəyyən əvəzli işlənmişdir. Burada diqqət eləsək hamı. 17-də C-yə baxsaq hamı qeyri-müəyyən əvəzlikdir. 18-də bilmək feili gələcək zamanı inkarında işlənmişdir. Bilməzsiniz, bilərsiniz, bilməzsiniz. R-zıya çevrilib. 19-da zərfi soruşur burada. Mərdliklə azad etdilər. Necə? Nə tərzdə 19 mərdliklə sözünü yazmalıyıq. 20-yə keçək. 20-də nə yazıb? Yəni, diqqətlə baxaq. Yazıb ki, sıçan da dəmir çeynərmiş. Baxaq. Bu mətni yəqin şagirdlərimiz diqqətlə oxuyublar. Maraqlı mətin idi. 20-cidə bir sıçan da dəmir çeynərmiş ifadəsi, yəni bir şəxsin işinə şübhə ilə yanaşdıqda və ya ələ saldıqda. Yəni 20-də B variantı. B yəni doğru cavabdır. 21-də tacir bir dəqiqə. Tacirin qartal uşağı apardı deməkdə əsas məqsədi nə idi? Tacir başına öz yalanının nə qədər məntiqsiz olduğunu sübut etmək. Yəni, bir növ ona o cür cavab verdilər. 21-də A. 22-də mətndəki hadisələrin ardıcılığı nəzərə alaraq tacir başlı davranışı necə xarakterizə etmək olar? 22-də diqqət eləsək, o kobudluq etmədən qarşı tərəfə öz məntiqsizliyini eyni üsulla sübut etdi. Yəni,
tacir ona elə cavab verdi də. Yəni bir növ öz metodu ilə cavab verdi. 22-də B. 23-də tacir başının yalanın ifşa olmasına səbəb olan hadisə hansı idi? Tacirin qartalın uşağı aparması iddiasına tacir başının inanmaması. Yəni özü inanmadı və diqqətlə baxsaq burada biabır oldu. Çünki öz yalanı özü bir növ ifşa etmiş oldu öz danışığı ilə. 24-də mətnin sonuncu abzasına və Nizami Gəncəvin beytinə əsasən biri yanlışdır. Burada Nizami bu beytlə sübut edir ki, təbiətdə insanların dəmir yeməsi elmi cəhətdən mümkün olan bir hadisədir. Yəni bu yanlışdır, belə bir şey yox idi. 25-də, yəni kursivlə verilmiş cümlədə saxlamaq sözünün mənası, burada baxsaq kursivimizdə hanı kursiv? Bir müddətdən sonra tacirbaşı oğlunu oğurlayıb mağarada gizlədir. Yəni orada saxlayır, gizlədir. Belə. Bütün sualların izahını sürətli bir şəkildə yerləşdirdik. İnşallah ki, video sizin üçün faydalı olmuşdu. Diqqətinizə görə təşəkkür edirəm.